Motoverse'den herkese salam dostlar. Bugün texniki özelliklerine göre Çinli deyip keçə bilməyəcəyimiz bir motosikl hakkında danışacağıq. Bu Vogue DS525X modelidir. Vogue hakkında danışmazdan önce nəyə görə Vogue'un bu qədər dünya bazarında öz yerini tuttuğu hakkında danışaq. Vogue'un arkasındaki gücdən danışmaq lazımdır. Vogue brendinin arkasında dünyaca məşhur Longines zavodu dayanıb. Longines zavodu uzun illərdir dünyanın ən böyük brendlərinə, BMW kimi, Honda kimi motosikletlerin mühərriklərini istehsal edən bir zavoduydu. 2005-ci ildən Longine'in adını daha tez-tez eşitməyə başlamışıq. Çünki Longines brendi 2005-ci ildən BMW ilə böyük bir əməkdaşlığa başladı və BMW-nin hətta R310 motosikletlerini, modellerini de birbaşa Longines zavodu istehsal eləyir. Bundan əlavə də BMW-nin F seriyası paralel 2 silindirli bütün motosikletlerine, yəni F750, F800, F950, GS kimi modellerinin mühərriklərini yenə Longines zavodu istehsal eləyir. Bu da Vogue'u dünya bazarında daha populyar və daha etibarlı bir vəziyyətə gətirib. Həqiqətən də Vogue özün bu etibar barəsində doğrultmağı bacarıb. İndi siz Vogue brendi ilə qısaca tanış olun, ondan sonra təkrar davam eləyək. Vizual görünüşü ilə tanış oldunuz. İndi isə keçək Vogue'un daha detallı bir incələməsinə. Hər detalını sizlə tanış eləyim. Hətta mənim özüm də Vogue DS525 modelinin sürücüsüyəm. Yəni bu videoda eyni zamanda istifadəçi incələməsi olacaq. Sizə tam səmimi şəkildə motosiklın həm müsbət, həm mənfi tərəflərini göstərməyə çalışacağam. İlk növbədə Vogue həqiqətən də kiçik bir motosikl deyil və təcrübəsiz insanların sürməli olduğu bir motosikl deyil. Ən azından təlim alıb müəyyən bir səviyyəyə gələndən sonra bu cür bir motosikl sürmək lazımdır. Vogue DS525 həqiqətən də şəkillərdə gördüyünüzdən daha qabaritli bir motosikldir. Motosiklə yaxınlaşanda bunu daha çox hiss elətdirir və sürəndə sürücüyə həqiqətən premium hissiyat verir. Bu həm birazdan sayacağım texniki özelliklerine görədir, həm də modelin həqiqətən qabaritinin böyük olması sayəsindədir. Sürəndə kiçik bir motosikl sürmüş kimi hiss etmirsiniz. Daha qabaritli, daha keyfiyyətli bir motosikl sürüş hissi verir sizə. Motosiklın arxa tərəfinə keçdim ki, motosiklın qabaritini daha yaxşı hiss eləyəsiniz. İlk öncə başlayaq Vogue'un mühərrikindən. DS525 494 cc paralel 2 silindirli maye soyutmalı bir mühərriklə gəlir və bu mühərrik bizə 47,6 at gücü və 50,5 Nm tork verir ki, bu tork sayəsində həqiqətən də həm motosiklın konstruksiyasına görə, həm də mühərrikin gücünün sayəsində istənilən yol şəraitində motosikl bizi yarı yolda qoymur. Vogue gördüyünüz kimi adventure bir motosikldır və adventure motosiklər yerdən daha yüksək olur digər modellərə nisbətən. Buna görə də 1.76 və üstü boya sahib olan insanların daha rahat sürə biləcəyi bir motosikl sinifindədir Vogue. İndi sayacağım texniki özelliklerine göre başa düşəcəksiniz ki, həqiqətən də Vogue Çinli deyib keçə biləcəyimiz bir model deyil. Birinci mühərrikdən başladıq. Mühərrik Avropa standartlarına cavab verən bir mühərrikdir. Ondan sonra keçək bunun elektronika sisteminə. Bəzi motosikletlarda eşitmişsiniz Bosch'un injektor sistemin istifadə edir. Amma Vogue'un ümumi elektronika sistemi Bosch şirkəti tərəfindən təmin edilir. Yəni Bosch'un keyfiyyətinə sahibdir. İşıqlandırmasından tut injektor sisteminə qədər. Askı tərəfinə gəldikdə isə öndə tərs teleskopik, arxada isə monoşok Kayaba amortizatorlar var. Kayaba amortizasiya sistemi də bildiyiniz kimi Yaponiyanın məşhur və keyfiyyətli bir amortizasiya sistemidir ki, ön askı sistemi də həmçinin ayarlana bilir askı sistemi ilə təchiz olunub. Əylət sisteminə gəldikdə öndə 2 disk istifadə olunub və 2+2, yəni 4 pistonlu Nissin əyləc kaliperləri mövcuddur. Arxada isə tək pistonlu yenə Nissin əyləc kaliperi ilə bizi qarşılayır. Həqiqətən də tormuz keyfiyyəti ideal səviyyədədir. Gələk indi motosiklın ən əsas hissələrindən biri olan təkərlərə. Motosiklımızın üzərində stok olaraq Metzeler Turens təkərlər gəlir. Yəni Almanya keyfiyyəti təkərlərdə də öz sözün deyir. Stok məsələsində sadəcə təkərlər deyil üstünlük. Motosiklda gördüyünüz qoruyucu dəmirlər və arxa çanta seti də stok olaraq motosiklımızın üzərində gəlir. Səyahət zamanı həqiqətən böyük rahatlıq, böyük komfort səbəb olur. Həm sürücüyə əşyalar daşımaq üçün, həm də arxa oturacaqda səyahət eləyəcək olan
sərnişinlərimizə böyük komfort verir. Bagajlara gəldikdə həqiqətən premium bagajlardan istifadə ediblər. Yəni alüminium keyfiyyəti ucuz saytlardan sifariş verdiyiniz bagajların keyfiyyətindən deyil. Keyfiyyətli bir alüminium istifadə olunub və ən sevdiyim tərəflərindən biri də hər iki tərəfdə petlə və kilit sisteminin olmağıdır. Bu nədir? Normalda arxa tərəfdən sadəcə bagajı açıb istifadə edə biliriksə, Vogue bu mototsiklda istifadə elədiyi bagajlarda hər iki tərəfdən açılma funksiyası əlavə eləyib. İstəsən sürücü tərəfdən mototsikldan düşmədən açıb əşyaları götürə bilirsən. Digər tərəf petlə görəvini görür. İstəsə isə düşüb arxa tərəfdən də təkrar istifadə edə bilirik. Eyni zamanda 3 bagajda əlavə yük qoyub bağlaya biləcəyimiz belə bağlantı aparatları da təchiz ediblər mototsiklın üzərinə. Gördüyümüz kimi Vogue Adventure bir mototsikldır və Adventure motosikl sevənlər sadəcə asfalt yolda sürmürlər motosiklı. Biz xoşlayırıq dağa daşa dırmaşmağı. Bu səbəbdən də təkərlərimizdə telli disk sistemindən istifadə olunub. Telli disk sistemi offroad yollarda əlavə elastiklik verir. Bu da bizim sürüş komfortumuzu artırır. Sürüş komfortumuzu artıran bir digər detal da motosiklımızın enib qalxa bilən ön şüşəsidir. Ön şüşə haqqında belə bir şey deyə bilərəm. Boyunuz 1.78 və üzəridirsə, şüşəni qaldıranda qısa məsafələrdə şəhər içində tam ideal olsa da, uzun yolda əlavə tur şüşəsi tələb eləyir və ya artırma nəsə bir şey eləməyə məcbur qalırıq. Çünki yetərli olmur. Sinəyə gələn küləyin qarşısını alır, amma kaskımıza külək vurmağa başlayır. Mototsiklımızın indi işıqlandırma sistemini göstərəcəm. Ön farlar və arxa stoplar tam şəkildə LED ilə təchiz olunub. Eyni zamanda dönmə işıqları da LED işıqlarla təchiz olunub. İndi sizə işıqları yandıraraq bunun ən sevdiyim tərəfinin, işıqlarının, yəni salamlama tərəfini göstərəcəm. Çox ideal və aqressiv bir görünüş qatır mototsikla. Bunun gözəlliyinə baxın. Adama gəl deyir. Mototsiklda stok gələn şeylərdən biri də məhz duman işıqlarıdır. Hansı ki, əlavə xərc çəkib bunları biz quraşdırırıq. İndi göstərəcəm sizə. Bu duman işıqlarını aktiv etdikdən sonra həqiqətən də gecə sürüşünüz bambaşqa bir səviyyəyə gəlir. Çünki 3 zolaqlı yolu tam şəkildə aydınlada bilir. Yəni gecə artıq 3 metr, 5 metr vuran işıqlara əlvida deyə bilərik bu motosiklı əldə etdikdən sonra. Təbii ki, əlavə aksesuarlar taxa bilərsiniz. Mən quraşdırmışam. Əlavə işıqlar həqiqətən də ehtiyacdan quraşdırılmayıb. Sadəcə vizual olaraq bəyəndiyim üçün quraşdırmışam. Öz işıqlandırma sistemi tam şəkildə kifayət eləyir. Ekranı açanda ilk öncə gözəl bir salamlama bizi qarşılayır. Ən böyük hissəni veriblər sürətimizi görmək üçün. Yəni, bəzi motosikillardakı kimi sürətin neçə olduğunu axtarıb tapmağa ehtiyac yoxdur. Düz qarşımızdadır. Onun həmən üstündə sürətlər qutusu, neçənci skorsta olduğumuzu görürük və sağ tərəfdə isə saat və tarixi göstərən hissə var ki, saatda belə bir gözəllik var ki, başqa motosikillardakı kimi hər dəfə motosikli təkrar işə salanda saatı sıfırdan düzəldməli olmuruq. Hətta 2 gün, 3 gün istifadə etməsək belə saat olduğu kimi yerində qalır. Ekranın sol tərəfinə baxanda yuxarıda havanın temperaturu, motosiklın akkumulyatorunun voltajı və 100 kilometrə ortalama neçə litr benzin istifadə elədiyimizi göstərir. Buradakı 5.8 litr sizi aldatmasın. Hal-hazırda düzgün ölçümdə deyil, çünki motosikl sürülən bir motosikl deyil. Onun altında təkərlərin təzyiqini göstərən bir göstərici var və mən bir neçə yerdə yoxlamışam, həqiqətən düzgün göstərir. Onun altında isə nə qədər benzin qaldığını tam şəkildə görə bilirik. Ekranın sağ tərəfinə gələndə burada modumuz var. Motosiklın 2 modu var, Eko və Sport modu. Aralarında böyük fərqlər olmasa da Sport moda atanda motosiklın həqiqətən belə deyək, sürətlənməsi daha artır və torku daha yaxşı, daha alt dövrlərdə tork verməyə başlayır. Onun altında odo və trip metrimiz var. Həm onun altında isə motosiklın temperaturunu göstərən hissə var və bu orta hissədə salamlama hissəsində gördünüz. Burada şərti işarələrlə navigator var və Vogue-un application'ın telefona yükləyəndə, Vogue-un ban nömrəsi ilə tanıdanda ondan Bluetooth vasitəsilə rahat şəkildə istifadə eləmək olur. İndi isə keçək motosiklın sürüş hissəsinə. Siz sürüşünə baxın, ən sonda sağ olun. Elə hər şəraitdə Vogue DS 525-i yoxlamağa fürsət oldu. Həm şəhər, həm bisikl uzun yol, həm də küləkli hava. DS 525X-in Vogue-un incələmə videosunda indi sürüş dinamikasına baxaq. Hansı şəraitlərə tab gətirə bilir
Əslində mən bunu belə qısa videolarda görmüsünüz. Çox yerlərdə yoxlamışam. Həqiqətən mən tərəfdən özüm doğruldub. Yəni mən tam arxayın olduğum bir modeldir. Beşək, buradan keçmək olmayacaq. Durmaşaq bura. Hop. Adventure sürməyin üstünlükləri haradan gəldi kəsə bilirsən. Burada da durmaşaq bura, buradan keçək o bir tərəfə. Buralar latokdur. Bütün pişkindədir buralar. Hop. Şimdi. Vogue DS525'in indi də yol sürüşünə baxaq. Yolda özün necə apardığından danışım sizə. Əslində mən 5-6 aydır artıq bu motosikl məndədir. Hətta 19.665 kilometrə gəlib çatmışam. Tam şəkildə bir istifadəçi deneyimi deyək də, istifadəçi təcrübəsini də sizə verə biləcəm. Motosikl yolda, şəhər içində özünü normal aparır. Yəni nə çox böyük endurolar kimi deyil. GS-lər kimi və ya nə bilim Afrika Twin kimi, V-Strom kimi çox dəhşət qabaritli də deyil. Amma balaca da deyil. Yəni şəhərdə sürəndə demək olar ki, problem yaşamırsan, amma tıxaclarda naked motosiklər kimi, nə bilim skuterlər, hətta klassikin biraz yığcan modelləri qədər qıvraq deyil. O yollarda, tıxaclarda artıq problem yaşamağa az-maz başlayırsan. Hə, çantaları çıxartsan həll olarmı? %70 həll eləyərsən bu problemi də. Amma yenə də qaçınılmaz bir şeydir ki, motosikl qabaritli motosikldir. Çox belə yığcan, çox balaca motosikl deyil. Mənim boyum 1.78-dir. Bu boyda əslində normal şəkildə ayaqlarım yerə çatır. Onunla bağlı heç bir problem yaşamamışam. Yəni işıqforlarda dayananda, nə bilim, çuxur olmadığı müddətcə ayağımı qoyacağım yerdə problemsiz ayağımı rahat yerə qoya bilirəm. Ayağım çatır yerə. Motosiklın torku deyim sizə, torku barədə. Torku çox qəşəngdir. Yəni özün yolda nə cür hiss elətdirir? Baxın, yavaş-yavaş sürsək, məsələn, başlayaq biraz sürəti, yəni biraz da azaldaq sürəti, skorsu kiçildək. Aşağı sürətlə pavorotumuzu dönək. Hə, bax, əgər aşağı sürətlə yavaş-yavaş seyr edirsənsə, motor xəritələndirməsini elə formada quraşdırıblar ki, baxın, məsələn, aşağı sürətlə yavaş-yavaş gedirik və bizdən bir yerdən sonra istəyir daha tez skorsu qaldırmağa. Hər şey 4 atdım, biraz sürətlənib 5-ci skor sata bilərəm. Yəni 4000-5000 abarotda sürətlər qutusunu rahat-rahat dəyişə bilirsən. 6-cı skor satmışam bu arada. Amma iş gəldi biraz agresiv sürüşə. Agresiv sürüşdə də biraz xəritələndirmə dediyim kimi bir balaca fərqlidir. Agresiv sürüşdə o gücü sənə tamam fərqli formada verir. Skorusların arası necə eləyiblərsə uzanır və daha tez-tez yox, daha belə doya-doya sürət yığaraq sürətlər qutusunu dəyişə bilirsən. Üçüncü skoruslarda 130-140'ları görə bilirsən. Amma top speed çantalarla və mənim boyumu çəkimi nəzərə alsaq, çantalarla 185'dən yuxarı top speed görməmişəm. Çantaları çıxardıb yoxlamamışam düzdür, amma çıxardanda bəzi YouTube incələmələrində görmüşəm, şahid olmuşam. Çantasız vəziyyətdə mənlə eyni, belə deyək də, çəkidə, təcrübədə adamlar sürəndə bunu 200 km/saata qaldıra bilir sürətin. Yəni top speed 200 demək olar. Mən özüm 185 görmüşəm. Ehtiyac varmı? Ehtiyac yoxdur o qədər sürətə təbii ki.
Sürüşlərdə 120, 130, 140 çox rahatdır. 150, 160 çox yüngül bir vibrasiya başlayır, amma narahat edəcək bir vibrasiya deyil bu. 180-lə 160, 170 arasında hətta uzun yol da sürə bilərsən. Yəni sürəti azaltmağa ehtiyac yoxdur. Mən şəxsən o formada sürmüşəm. 160, 170, 175 belə 200 kilometr, 300 kilometr dayanmadan yol sürmüşəm. Bir problem də yaşamamışam. Motosikildə yormayıb onunla bağlı məni. Əlimdə zapazım da olub. Yəni bir balaca qaldırsam sürəti qalxa da bilər. Yəni dirənən yeri 160-170 olmayıb motosikletin. 160-170 kilometrdə artıq rahat şəkildə səyahət edə bilirsən. Amma 170-dən yuxarı qalxanda, 180-dən daha doğrusu 180-ə qədər qaldıranda və daha yuxarısında artıq sideniyada da xırda vibrasiyalar başlayır. Görüntü güclülərdə yüngülvarı itməyə başlayır o sürətlərdə. Amma geri qalan belə bir problem yaşadmır. Yəni səyahətdən zövq alırsan. Motosiklın ən bəyənmədiyim, ən mənfi tərəfi düzdür, boyu biraz qısa olan adamlarda o qədər də hiss elətdirməyəcək. Amma məndə məsəl üçün bu ön şüşə çox böyük problemdir. Şəhər içində heç bir problemi yoxdur bu arada. Şəhər içində tam ideal vəziyyətdədir. Amma uzaq yola çıxanda, biraz da sürəti yüksək sürətlərə qalxanda deməli nə olur? Şüşə aşağıda olanda külək sinəyə vurur. Şüşəni qaldırırsan, külək sinədən alır, başlayır adamın kaskına vurmağa. Yəni mən bir balaca sürəti 120-dən yuxarı qaldıranda bildiyin kaskı külək şillələyir. Yəni buna mütləqdir ki, bir dənə uzun tur şüşəsi əlavə olaraq aksesuar kimi alıb taxasız. Və ya o artırmalar məndə də əvvəl olub. Artırmalardan qoysaz, şpilka kimi ön şüşənin yuxarısına taxılır, uzatma olur. Onlardan alsaz da diqqət eləyin. Onların bəziləri var, şpilka kimi qoyursan, üstünə sıxırsan. Bəziləri var, deşib bağlayırsan. Deşib bağlanılan variantlarından alıb istifadə eləsəz daha yaxşıdır. Çünki digər şəkildə, şəkil A-da gördüyünüz kimi, yəni indi videoda göstərəcəm, digər şəkildə yüksək sürətlərdə onun uçub getmə ehtimalı böyükdür. Tormuzlar türklər demişkən zıpqın kimidir. Tormuz həqiqətən Nissin öz haqqını verir. Yəni tormuzda yaxşı bir firmayam deyir. Çünki nə qədər şəraitlər olub, tormuzdan istifadə eləyəndə yəni çox ideal bir formada dayandırmağı bacarır. Heç belə dayanmayacaq kimi hiss elətdirmir adama. Düzdür, buralar sıxlıqdır, burada yoxlamaq düzgün deyil. Boşluq bir şərait tapsam, tormuzlarını da göstərərəm sizə. İndi bir balaca motosikletin probka performansına baxaq. Görək bu özünü probkada necə aparır. Baxın, probkada motosiklimiz belədir. Nə çox ilişib qalmırsan, amma daha əməlli kimi, ya nə bilim, daha yüngül bir motosiklet kimi, naked bike'lar kimi də rahat deyilsən. Nə o qədər çevik deyil, nə də bir BMW GS qədər ağır. Yəni belə, böyük kub Vogue DS 525-in şəhər performansı da bu formadadır. Nə eləmək olar? Almaq olar. Amma bir balaca təcrübə istəyən bir motosikildir. Yəni yeni başlamısan, hələ təzə pıq eləmişsən, göyərməyə başlamısan, yəni gəlib Vogue almağın düzgün deyil. Çünki bunun ağırlığıdır, dönüşləridir, alışmalısan, təcrübə yığmalısan birinci. Ondan sonra ala bilərsən bu cür bike'ı. Çox dəhşət agresivdir mi? Yox, tam belə keçid bike'ıdır. Yəni
Məsəl üçün 150 kub sürürdüm, böyük kuba keçmək istəyirəm, gəl al bunu. Nə bilim 250 kub sürürdüm, böyük kuba keçmək istəyirəm, gəl al bunu. Amma 5-6 ayda əməlli sürürəm. Vogue 500 alım. Yox, bu o deyil. Yəni əməllidən sonra, yəni saatda 70-80 gedib özünü 110-70 kimi aparan motosikletdən sonra sən gəlib buna oturmağın düzgün deyil. Və beləcə motosiklin sürüş videosunu da izlədiniz. Ümumiyyətlə belə motosikletlərin çəkilməyinin ən böyük dəstəkçisi məhz siz izləyicilərsiniz. Sizin yorumlarınız sayəsində biz bu videoların sizin üçün maraqlı olub olmadığını ölçə bilirik və daha çox belə videolar çəkib çəkməyəcəyimizə qərar veririk. Buna görə də videonu bəyənin, kanala abunə olun və yorumlara növbəti videoda hansı motosikletin çəkilməyini istəyirsinizsə onu yazmağı unutmayın. İndi isə hələlik.